Photoshop'da blend mood mövzusunda, layerlərin blend mood mövzusunda 3-cü mövzuya gəlib çatırıq. Baxaq görək işıq və tündləşdirmə rejimlərindən sonra bizi indi hansı mövzu gözləyir. Nümunəyə yəqin ki, yenə də ənənəvi bu gün batımı fotosu üzərində izah edərik. Qradienti bir dəfə yığışdırdım. Artıq işıq və kölgə rejimlərində o qradientin nəyə xidmət etdiyini gördünüz. Bu dəfə isə sadəcə müqayisə üçün ancaq bu keçidlərdən, pilləli keçidlərdən istifadə etmək fikrim var. Bizim siyahıdakı kölgə, darken mode və işıqlanma rejimlərindən sonra gələn digər bölmə. Şərti olaraq kontrast rejimi deyə bilərik bura. Yəni əgər bir darken mode-da, multiply-da tutaq ki, linear burn-da işləyəndə layer altdakı layer üzərinə gəlib onu müəyyən məntiqlə tündləşdirirdisə, İşıqlı hissələrdə isə tünd hissələr dururdu qıraqda, tamamilə qara hissələrdən söhbət gedir. Açıq piksellər isə aşağıdakı layerin üzərinə gəlib oranı işıqlandırılırsa, bu və ya digər formada. Burada isə sanki ikisinin qarşığıdır. İşıqlı hissələr işıqlandıracaq, tünd hissələr tündləşdirəcək. Biz isə bilirik ki, işıqlı və tünd piksellər arasında bu şəkildə fərqin yaranması nəticədə nəyə gətirib çıxardır? Foto və ya fotonun detalları olur kontrastlı. Çünki tünd və işıqlı hissələr arasında kəskin fərq yaranır. Elə fotoda ya da hansısa bir detalda biz kontrast yaratmaq istəyiriksə, müəyyən bir hissəni daha da canlandırmaq, ön plana çıxartmaq istəyiriksə, dizayn prosesində, foto manipulyasiyalarda biz bəlkə də bu ikisindən də daha çox 3-cü rejimə, kontrast rejimlərinə müdaxilə edirik. Yenə burada da hər birinin üzərindən keçib sizi çaşdırmamaq üçün sadəcə praktik tövsiyə edə bilərik ki, burada bizə lazım olan 2 dənə rejim var. Overlay, soft light. Gəlin sürətli müqayisəsinə baxaq. Elə adını da qabaqcadan hazırlamışam. Soft light adlandırdığım bu layerdəki, yuxarıdakı bu pillələrdən söhbət gedir. Bunu qoyaq soft light-a. Overlay isə overlay. Gəlin yerini dəyişək, çünki bizə siyahıda overlay soft light-dən yuxarıda gəlir. Overlay soft light və bizim overlay qaldıraq bunu yuxarı. Prinsipial deyil, sadəcə sistemlilik üçün bunu göstərirəm. Müqayisə eləsək, görürük ki, overlay-də rənglər daha canlı, daha kontrastlı olursa, soft light-da isə adı üzərində, yəni yumşaq işıq məntiqi ilə burada alınan görüntü daha yumuşaqdır, kontrast nisbətən daha azdır. Ona görə biz əgər belə kəskin fərq almaq istəmiriksə, yüngülvari hansısa detalları önə çıxartmaq istəyiriksə, ki, əksər halları da ona görə bizim məqsədimiz elə bu olur. Ona görə biz soft light layer rejimindən, blend modundan istifadə edirik. Amma yox, kontrastı daha da artırmaq, rəngləri daha canlı etmək fikrimiz varsa, o zaman overlaydən istifadə edə bilərik. Tünd hissələr aşağıdakı, altdakı layerin piksellərini tündləşdirir, fərqli məntiqlə, açıq hissələr isə tamamilə işıqlandırır, tamamilə açıqlaşdırır. Hətta bəzi məqamlar olacaq ki, orada demək olar ki, bu fərq yox dərəcəsində olacaq. Bu ümumi nəzəri izah. Biz bunu harada istifadə edirik? Tutaq ki, əlimizdə bir 3D görüntü var və ya bir foto var və adətən normal rejimlərdə, normal şəraitdə çəkilmiş bir foto və ya 3D görüntüdə kontrast çox olmur, kənar işıq effektləri və s. biraz az olur. Bəzən fotoda hətta canlılıq çatışmır, canlılıqdan yoxsa olur sanki və biz bunu gücləndirmək istəyirik. Əslində bu 3D görüntüdür və burada kifayət qədər də müəllif kontrast əslində veribdir. Amma biz kənarda xüsusən də kontur işıqlarını gücləndirməklə bu fotonu, bu produktu, məhsulu fondan daha da ayırmaq istəyiriksə, onda dodge and burn adlanan məşhur bir termindir. Yəni işıqlandırmaq və yandırmaq. Funksiyadan istifadə edib, bu manipulyasiya texnikasından istifadə edib məhsulu ön plana çıxartmaq istəyirik. Bu bir şərti olaraq ta ki düşünək ki, bu alma şirəsidir. Almadan daha çox qorxan pomidora oxşayır. Önəmli deyil. Alma hazırlamışıq və bir də məhsulumuz var. Burada yox, burada almadır. Apple yazılıb. Tamam. Götürək bu almanı sürətlə kəsək və aparaq həmin o məhsulun yanına. Götürürük yenə də Object Selection-ı. Fondan ayıraq, mask verək. Götürək V hərfi ilə Move tool-u, sürüşdürək bura, mouse'u ən sonda buraxaq, məhsul gəldi bura. Bu döyüşə hazırdır, hələlik, kölgəsini hələ ki hazırlamamışıq. Eyni qaydada buradakı fonu yəni saxlaya da bilərik, amma bizə maraqlıdır ki, məhsulu daha doğrusu təsadüfi bir fona yerləşdirək. Eyni qaydada sürətli seçimi üçün Object Selection tool-la
Niyə bunu sadəcə əhatə eləyə görə seçimdə bir problem olacaq. Əsasən görünən odur ki, problem yoxdur. Maska əlavə eləyək və bir də fona bir solid rəng verək. Ataq bunu aşağı. Rəng tikli olmasın deyə, nə bilim, solğun, tamamilə solğun, yaşılımsı bir fon versək məncə kifayət eləyər. Fonun bu dəqiqə bizə heç bir zərəri və ya da ki, faydası yoxdur. İstənilən fon ola bilər. Hətta böyük ehtimal ki, işıq effektlərini görmək üçün kontrastlı olsun deyə yəqin ki, tünd fonda işləmək daha yaxşı olardı. İndi baxaq kölgələri necə aparacaq özünü. Adını qoyaq, layerlər, layer 1, layer 2 getməsin deyə məntiqli ad yerləşdirək buna. Adını qoyaq ta ki product və bunun da adını qoyaq ta ki fruit və meyvəni də yandırırıq. Meyvə real ölçülər, kompozisiyanın inandırıcı yəni olmağını istəyirsinizsə, nisbətləri real həyatdakı nisbətlərə yaxınlaşdırmaq lazımdır. Bir bankanın, bir kənin ölçülərinin fonunda bizim almamız yəqin ki biraz çox kiçik qalıb. Təxminən ta ki belə bir görüntü alaq və əslində mən buraya yerləşdirmişdim. Dəyişmənin də məntiqi oldu ki, mənası oldu ki, bizim fotomuzun burasında belə məsələn burada nə üçünsə qorxur, mutlu deyil. Onun qarşısını kəsməmək üçün, maraqsız olan hissəni gizlətmək üçün götürüb məhsulu bu şəkildə yerləşdirdim. Manipulyasiyadan qabaq məşhur bir qayda, dominant əsas obyektimiz hansıdırsa, onun üzərinə düşən işıqlara fikir verək. Məsələn, işıq hardan düşür? Düzdür, bu bir studiya renderidir, 3D vizualizasiyasıdır. Yəni foto da ola bilər. Amma görünən odur ki, əsas güclü işığımız düşür sol tərəfdən. Çünki sağdakı bu effektə nəzərən burada işıq daha kəskin görünür. Nəzərə alaq ki, bizim studiyada işıq sol tərəfdən düşəcək. Amma almanı analiz eləsək, bunun tam tərsini görərik. Yəni işıqlı hissə meyvənin üzərində daha çox sağdadır, nəinki sol tərəfdə. Təbii ki, bunu indi öyrənəcəyimiz Dodge and Burn adlandırdığımız texnika ilə həll eləmək olar amma işin rahat tərəfi sonradan əlavə işi minimuma endirmək üçün fotonu götürək, üfüqi istiqamətdə transformasiya eləyək. Layer seçilidir, flip horizontal eləyək. İndi artıq almaya da işıq sol tərəfdən düşür, məhsula da. Yəni cüzi bir toxunuşla əslində iki obyekti də sanki eyni işıqlanma mühitinə gətirmiş olduq. Əla, ümumən manipulyasiya biz hazırıq və gəlin almanın kölgəsini və məhsulun kölgəsini də alaq. Sürətlə daha əvvəlki dərslərdə öyrəndiyimiz texnikaları təkrar eləmiş olaraq. Altman bir yerdə duplikatını çıxartdım. Bunun adını qoyaq. Tutaq ki, fruit shadow, meyvənin kölgəsi. Hələlik hissə mane olmasın deyə bunu da söndürək, hətta meyvəni də söndürək. Kölgəsi shiftlə basıb saxlayıb söndürürəm. Kölgəsi bizim meyvənin kölgəsi bizim gizlənmiş hissədədir. Ona görə biz nə edirdik? Maskı inverse elirdik. Məhsulu yox, maskı. Ctrl-I, Ctrl-E deyək və kölgə artıq əlimizin altındadır. Kölgə üçün biz hansı rejimdən istifadə edirdik? Multiply və ya da ki, linear burn. Və məhsulu da bura gətirsək, normal rejimdə əgər ağ fon da öz yerini alırdısa, rejimi biz multiply daşıdığımız anda ağ fon getdi, ancaq tünd olan hissələr gəldi. Artıq bilirsiniz ki, bu hallarda bir çox hallarda belə də kənarda 1-2 pikseldən ibarət, 2 piksel təxminən, 2 pikseldən ibarət bir kontur yaranır. Onu da aradan qaldırmağın yolu, yəni layer seçili olduğu halda klaviaturada oxlarla, yuxarı oxla 1-2 dəfə yuxarı tıklasanız bəs eləyir ki, həmin hissə itmiş olsun. Amma 2 pikseldə yuxarıda əlavə çirkli görüntü yaranacaq. Yəni sadəcə yuxarıdakı bu konturlardan xilas olmaq lazımdır. Maskı götürək, brush'ı götürək. Brush'da ən son manipulyasiyada, ölçülərdə dəyişiklik olub. Tutaq ki, belə bir görüntü varsa, brush'ın görüntüsü, opacity-ni 100%-ə qaytaraq. Biz bu hissəni gizlətmək istəyirik. Demək ki, nə etmək lazımdır? Foregrounddakı ağ rəngi qaraya dəyişmək lazımdır. X və ağla qara yerini dəyişdim. Əla və hop, getdi şimdi alıcı. Meyvə var, kölgə var və bunların ikisini də komandla bir yerdə select edib Ctrl-C, Ctrl-C və adını qoyaq yenə də fruit ya da apple deyək buna. Apple. Əla, biraz uzaqlaşdıraq ümumi səhnəni görmək üçün. Fokus ancaq məhsula getsin deyə eyni qaydada burada kölgə effektini tətbiq edək. Altla çəkdim bura, adını qoyaq ta ki product shadow. Tamam. Bunu söndürək hələ ki. Kölgə bizdə
maskalanmış yerdədir. Kölgə bizdə buradadır. Ona görə ağla qaranın yerini dəyişmək lazımdır. Mask seçilidir, Ctrl+I yerini dəyişdi. Burada bir dənə əmma var. O da nədir? O da odur ki, bizim fonumuz ideal ağ deyil ki, mən multiply etdiyim anda ancaq kölgə qalsın, digər hissələr getsin. Bunun yolu biraz geri qayıdaq. Əvvəla ümumi ən belə primitiv yollardan biri pozanı götürüb bəlkə də eraser toolu və layer'ı seçək. E-nə basaq klaviaturada, eraser tool aktiv olsun, 100% olmaqla artıq hissələrdən xilas ola bilərik. Bu bir variant, yəni praktikada bunu da istifadə edirik, geri qaytaraq. Ya da ən rahat variantlardan biri əslində biz yadınızdadırsa, işıq effektləri ilə bağlı bölmədə ulduzlara kontrast vermişdik. Bura üçün də o keçərlidir. Layer'ı götürdüm, Ctrl+L, levels açıram. Mənə nə lazımdır? Lazım ki, açıq hissələr daha da açıq olsun. Bizə açıq hissələrə cavabdeh olan marker levels də buraydı. Demək ki, nə etmək lazımdır? Bunu elə eləməli ki, bu işğal çevrilsin. İşğal elə getsin tünd hissələrə doğru. Daha o vaxta qədər ki, tamamilə bütün ətraf pikselləri öz əsarəti altına alsın. Hətta biraz məndə burada kölgənin də bəzi detalları itməyə başlayır belə olduqda. Mən istəməzdim ki, onu itirim. Ona görə müəyyən qədər kontrast verək, digər hissələrdə silərək gedər. OK elədik və ondan sonra götürək pozanı. Ya da ki, pozanla işləmək şərt deyil. Götürürəm mask hissəni, götürürəm yenə də brush'ı, qara rəngdəyi 100% və artıq hissələrin üzərindən gedək. Yalnız da bura mənə lazım deyil ki. Mənə lazım olan hissə ancaq və ancaq kölgədir. Və rejimi qoyaq multiply. Ümumi hələ ki, hər şey qaydasındadır. Uzaqbaşı aşağıda da sanki bir müstəvi var. Müstəvinin üstündə də kölgə effekti var. Yəni o şəkildə saxlaya da bilərik. Ya da artıq hissələrdən, yəni artıq hissələrin kölgələrindən də xilas ola bilərik. Ümumi kölgəsi məhsulun bu da bizim məhsulumuz. Bütün bu manipulyasiyalardan sonra məhsul və kölgəsi döyüşə hazır oldu. Bunları da qruplaşdırıb adını da product deyə təyin edə bilərik. Alma və onun yanında məhsul. Qaldı indi bura həmin dodge and burn adlandırdığımız məşhur texnikanı tətbiq eləmək. Yəni ki, burada kontrastı artırmaq. Ümumiyyətlə, gəlin maskla işim bitib, mən almanın özünün maskını tətbiq edeyim, ancaq alma qalsın. Çünki fokusu istərdim ki, almanın üzərində cəmləyək. Mən istəyərdim ki, bu hissələr daha işıqlı olsun. Yəni sol tərəfdən düşən işığın hesabına meyvənin işıqlı hissələri daha işıqlı olsun, tünd hissələri daha tünd. Sanki baxın burada alınmış bu kontrastlı görüntü almanın üzərində də olsun. Gözəl. Rəngləri ağ-qara eləməliyəm. Məndə isə burada qırmızı ilə ağdır. D hərfində basıram. Photoshop'un bizə təklif elədiyi default qara və ağ rəngləri foreground və background-da tətbiq eləmiş oluram. Yeni bir layer yaradaq. Birbaşa almanın üstündə əsla işləmək olmaz. Çünki əks halda biz məhsulu körləmiş olarıq. Daha doğrusu orijinal pikselləri. Brush'ın ölçüsü çox böyükdür. Nəhəng brush lazım deyil. Lazım olan qabaritləri kvadrat mötərizələrlə ya da sağ düyməni basıb saxlayıb bu şəkildə böyüdüb balacalaşdırmaqla lazım qabaritləri ala bilərik. Ya da alt düyməsini basıb saxlayıb mouse'un sol və sağ düymələrini hərəkət etdirməklə, daha doğrusu sağ düymələrini sola sağa hərəkət etdirməklə bu görüntünü ala bilərik. Bütün bunlardan sonra mən qara rəng yox, işıqlı hissələrin üzərindən həmişə ağ rəngdən getmək lazım. X-i basıram, ağ rəng gəldi və hop, bura oldu ağ rəngdə. Biraz balacalaşdırım kvadrat mötərizə ilə, kənar hissənin də üzərindən keçim. Burada olsun ağ rəngdə. Yəni bizim normalda sol tərəfdən də bir işığımız düşüb, o müəyyən qədər almanın da üzərində öz əksini tapmalıdır. Ona görə bəlkə bunu nəzərə alıb biraz da almanın bu sağ tərəfində üzərində getmək olar. Eyni layerin üstündə əslində biz işləyə bilərik, amma idarə eləmək tam rahat olsun deyə kölgə effektləri üçün də ayrıca bir layer yaradaq. Gözəl. X-i bastım, qara rəng önə gəldi və bu dəfə də biraz da hətta brush'ı balacalaşdıraq. Tündləşdirmək istədiyim ərazinin üzərindən biraz belə keçək. Böyüdək brush'ı kvadrat mötərizənə böyüdürəm. Üzərindən keçək. Aşağı hissədə məhsulun səthə toxunan hissəsi daha tünd olacaq. Üzərindən keçək. Burada bir dənə məqam. Mənə ancaq məhsulun üzərində işləmək lazımdır. Amma mənim brush'ımın yaratdığı bu piksellər məhsulun indiki halda almanın fotosundan, daha doğrusu sərhədlərindən də kənara çıxdı. Biz artıq clipping mask mövzusundan bilirik. Mən əgər istəyirəmsə ki, buradakı, baxın çünki bizdə eyni qaydada burada da kənarda ağ piksellər var. Mən istəyirəmsə ki, bu ağ piksellərin
ancaq almanın daxilində olan hissələri görünsün, kənar görünməsin, o zaman clipping maskdan istifadə edə bilərəm. Yəni ey ağ brushdan ibarət piksellər. Sən ancaq almanın içində gizlən, kənar hissələr görünməsin. Bunun üçün bizə clipping mask lazımdır. Sağ düymə Create Clipping Mask ya da Alt Ctrl C. Layer seçilidir. Ctrl Alt C basdıqda və avtomatik piksellərimiz həmin bu konturun içərisində görünür, qıraq hissələri isə görünməyəcək. Eyni qaydada gəlin tünd hissələri də açaq. Bu dəfə də Alt Ctrl C-nin əvəzinə başqa bir metoddan istifadə edək. Alt-ı basıb saxlayırıq və kursoru mouse'u basmamaq şərti ilə ehtiyatla gətiririk bu iki layerin arasına. Avtomatik belə bir əyri ox əmələ gəlir. Bu deməkdir ki, mən tıkladığım anda qara layerlər ancaq almanın daxilindəki hissələrdə görünəcək. Qıraq hissələri isə biz maskalamışıq, gizlətmişik. Əla. Bu iyrənc görüntü bəs bizə nə verəcək? Niyə biz bunları elədik? Dodge and Burn-i, yəni ki, kontrastlı layer rejimlərini tətbiq eləmək üçün. Yeri gəlmişkən Dodge and Burn termini sizə bir qəribə gələ bilər. Bu əslində Photoshopda ayrıca bu tipli iki dənə alət var ki, Dodge Tool və Burn Tool. Dodge Tool-la pikselləri açıqlaşdırırıq, Burn Tool-la isə dadı yandırırıq. Destruktiv dağıdıcı metod olduğuna görə heç onun üzərində durmaq da istəməzdim. Həmin şeyi daha idarə oluna bilən formada biz bu şəkildə həyata keçiririk. Tamam. İşıqlı effektlər, işıqlı piksellər var olan pikselləri daha da işıqlandırmaq üçündür. Bunun üçün də biz soft light-ı istifadə edirik. Söndürüb yandırıb baxa bilərik. Yəni əslində normal rejimdə kifayət qədər qəribə, realistik olmayan bir görüntü blend modu soft light-ı çevirdiyimiz anda daha qəşəng, belə canlı görünməyə başladı. Söndürüb yandırıb baxa bilərik. Yəni sanki bizim elə bu məhsulun üzərinə düşən işığımız, studiya işığımız elə almanın bu hissəsinə də düşmüş olur. Kənarlar həmçinin, kontur hissələr həmçinin. Və tünd olan hissələr də biraz tündləşdirmək istəyirik. Yenə də layer'ı seçdik, gələk soft light-a vuraq. Hop, 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 hop. Çox tündsə də təbii ki, artıq bilirsiniz ki, fill və opacity ilə. Yəni opacity olar daha korrekt işləmək üçün fili idarə eləməklə biz almanı kontrastlı hala gətirə bilərik. Əvvəldə maraqsız, hamar, çox da iştahlı görünməyən bir görüntü indi artıq daha canlı, daha kontrastlı, daha maraqlıdır. Yəni burada bu fotoda olan kontrast, məhsulun üzərində olan kontrast artıq bizdə almada da var. Hətta müəyyən bir paralelliyi də burada hiss eləmək olar. Böyük ehtimal ki, sağ tərəfdəki hissəni, yəni işıq effektləri olan bu hissəni biraz daha azalda bilərik. Bunun üçün də ya lazım olan layer'ı seçib, pozanı götürüb, opacity daha az olmaqla müəyyən qədər buranı azalda bilərik ya da maskalaya bilərik, yəni desən, necə rahatsa o şəkildə də davam edə bilərsiniz. Əslində baxmayaraq ki, bizim məhsulumuzda kifayət qədər həmin bu kontrast var, amma yenə onu da bir balaca gücləndirə bilərik kontrastı. Yeni layer yaradaq, clipping maskla ataq bu layeri içəri, əla, götürək brush'ı, X-i basıram, ağ rəng önə çıxır, kvadrat mötərizə ilə brush'ı balacalaşdırıram. Opacity elə 100% olsun. Yəni kənarının üzərindən keçmək istəyərdim. Sadəcə konturları gücləndirmək istəyərdim ki, bizim məhsulumuzun konturları fondan ayrılsın və məhsul önə çıxsın. Mouse-la təbii ki, düz, ideal bu şəkildə xətt çəkmək bizim üçün çətindir. Ona görə artıq brush'ı götürüb mouse-la işləyəndə düz xətt çəkmək üçün nədən istifadə etmək lazım? Biz onu bilirik. Qısa hissələri sadəcə belə təxmini çəkiriksə, digər hissələrdə bir dəfə tıkladıq, shift-i basıb saxlayıb çəkmək istədiyim intervalın sonunda ikinci dəfə tıklayıramsa, bütün bu interval boyunca düz brushla xətt çəkilmiş olacaq. Əslində eyni şeyi gərək sol tərəfdə eləyərdik. Bir dəfə tıkladım, shift-lə bir də ikinci dəfə tıkladım. Avtomatik düz xəttlər, düz konturlar, düz brush fırça izləri yaranmış oldu. Eyni qaydada gəlin bunu da clipping maskını ataq içəri. X-ə basaq. Bu dəfə də tünd hissələri biraz daha tündləşdirmək istərdim. Baxmayaraq ki, burada əslində tünd hissələr pis deyil. Amma yenə də bir yoxlayaq görək ümumiyyətlə fərq necə olacaq. Bir dəfə burada shift, ikinci dəfə də burada biraz kvadrat mötərizə ilə brush'ı balacalaşdırırıq. Bir dəfə, iki dəfə, üç dəfə. Bu görüntülərdən sonra artıq biz rejimi dəyişə bilərik. İşıqlı hissələri gələk soft light, hətta bəlkə bu dəfə overlay qoyaq, daha biraz
kontrastlı olsun. Yaxınlaşdırsaq əslində fərqi kifayət qədər hiss edə bilərik. Soft Light-da fikir versiniz, buradakı hissələr adı üzərində yumuşaq işıqlanıbdır və salam, yəni başqa bir şey deyil. Amma overlay-a gətirdiyimiz anda görəcəksiniz ki, bu həm işıq aşırı dərəcədə olur, çünki kontrast çox olur. Eyni zamanda rənglər də sanki yandı. Amma heç bir problem yoxdur, yəni bunu biz fili azaltmaqla bu effekti də azaltmış olarıq. Və eyni qaydada gəlin bu dəfə də tünd hissələri müdaxilə edək. Rejimi yenə qaytaraq normaldan ya overlay-ə ya da soft light-a. Onsuz da kontrastlıdır, overlay verib kontrastı biraz da gücləndirmək istəmirik və fili də azaldaq. Bu iki toxunuşdan sonra 2 layer bizim produkta, məhsula təsir etdimi? Hər bir effektin açıq-aşkar qışqır bağır etməsi lazım deyil ki, ay cəmaət, baxın burada effekt verilib. Xeyr, elə şey yoxdur. Sadəcə o öz işini görsün, inandırıcı göstərməyə çalışsın ki, hə, doğrudan da burada kontrast var, fondan ayrılıb. Yəni biz onu effekti açıq-aşkar görməsək də olar. Burada fonun rəngini dəyişib fərqli rənglərə qoysaq, o işıq effektlərini daha fərqli şəkildə görə bilərik. Ona görə mütləq bir qayda yoxdur ki, hər layerin şəffaflığını və filini hansı faizlərdə təyin etmək lazımdır. Açıq rənglərdə bu effektlər daha az, tünd rənglərdə isə daha kəskin görünə bilər. Dodge and Burn texnikası bu. Son olaraq gəlin bir balaca kölgə mövzusuna başlamışkən axıra çatdıraq. Bizim sol tərəfdən əgər işığımız düşürsə, bu məhsulun meyvə üzərində, daha doğrusu meyvənin məhsul üzərində kölgəsi də olmalıdır. Realistik, çox da realistik olmamaq şərti ilə yeni bir layer yaradaq. Kölgə üçün bizdə multiply lazım idi. Multiply rejiminə qoyaq. Bizim məhsulla meyvənin rənglərinin qarışığı bir rəng alınmalıdır böyük ehtimal ki. I hərfinə basaq, klaviaturadakı daha doğrusu I buttonuna basaq, klavişini. I hərfi eyedropper tool aktiv oldu. Tıklayaq fonun üzərindəki produktun üstündəki bir rəngi və ya bəlkə də qırmızının üzərindəki bir rəngi. Götürək braşı, fırçanı, braşı böyüdək və təxminən biləntinə belə bir görüntü yaradaq. Multiply rejimində fili biraz azaltmaqla sanki meyvənin kölgəsi məhsulun üzərinə düşmüş oldu. Təbii ki, fotorealizmdən hələ çox uzaqdır, sadəcə biz işin ardıcıllığını, prosesi göstərmiş olduq. Əgər bir dizayner manipulyasiya eləyirsə, Dodge and Burn, yəni işıq kölgə texnikalarını tətbiq etməsəydi, o zaman görüntü təxminən bu şəkildə olardı. Amma biz bu texnikanı tətbiq eləməklə həm məhsulu, həm də meyvəni daha da canlandırdıq. Ümumi görünüş daha kontrastlı, daha dramatik olmağa başladı. Əgər bütün bu texnikalardan sonra ümumi fotoda, ümumi manipulyasiyada, faylda kontrastı biraz da gücləndirmək lazımdırsa, rəng effektlərini, işıq effektlərini əlimizdən heç kim almayıb, biz gəlib ümumi fotoya kontrast verməklə bütün layeri daha da kontrastlı, daha da yeməli, bəlkə də daha da dramatik göstərə bilərik. Ki, indiki halda böyük ehtimal ki, bizə lazım deyildi. 3 hissədən ibarət olan Photoshopda blend modlar, əsasən bu, təbii ki, özünüz də siyahıdan gördüyünüz qədər bu siyahı kifayət qədər genişdir, hər birinin üzərində dayansaq bizim çox uzun müddətli zamanımız lazım gələ bilərdi. Amma biz bir dizaynerə, xüsusən də yeni başlayan bir dizaynerə gündəlik iş rejimində hansı layer modlar, blend modlar lazım idisə, onları göstərmiş oldu. Bir məhsul dizaynı üçün, məhsul posteri dizaynı üçün manipulyasiya eləyib, bir kompozisiya qurub, sonuncu kontrastlı rejimlər olan soft light və overlay blend modlarını təkrarlamış olarsınız. Bununla da ümumiyyətlə kölgə, işıq və kontrastlı blend modlar mövzusunu tam özünüzdə, belə deyək ki, həzm etmiş olarsınız. Blend modlardan sonra Photoshop macəramız hələ də davam eləyir. Növbəti dərsdə görüşərik.